Mən Əliyeva Ceyran Hüseyn qızı Şəruf rayonunun Dərəşən kəndində anadan olmuşam. Orada da böyümüşəm. Boya başa çatandan sonra üzr istəyirəm ifadəmə görə ailə həyatı qurmuşam. Ailə həyatında da ailəm bərpadır. 4 uşaq anasıyam. Bunu bütün kənd bilir, təsdiqləyir. Uşaqlarımın sənədi Hal-hazırda qeydiyyatda da doğduğunuz bəli, rayonun həmən kənddə, həmən həyətdə, həmən ünvanda qeydiyyatda. həyat yoldaşınız da sizlə eyni kənddən. Bəli, həyat yoldaşımda. Uşaqlarım özüm, yəni bunu bütün kəndin... Bizim redaksiyaya müraciət etmə səbəbiniz nədir? Yəni əsas məsələ Mənim nədən ibarətdir? Qısa bir anons verək, sonra keçək geniş bir Baş üstə oğlum. Mənim sizə müraciətim, sizin ünvana müraciətim odur ki, mən haqq ədaləti istəyirəm. Eşitdiyimə görə də siz çoxlu haqq ədalət işini bərpa edirsiniz. Mən 4 ildir bu Şəruf rayonunun, Naxçıvan şəhərinin məhkəmələrində sürünürəm. Haqsızlıq olub. Mənim evim mənsiz, uşaqlarımsız, oğlum türmədə olub. Bizim hamımızın ailənin adından ərizə yazılıb, qol çəkilib. Mən çox xahiş elədim, oğlum türmədən gələndən sonra. Siz Bakıda yaşaya-yaşaya rayonda sizin adınıza razılıq ərizələri verilib. Bəli. Notarial qaydada baş verib bundan hamısı. Bəli, notarial qaydada idarədə, ofisdə yox, ev şərətində. Şəruf rayonunun Sədərək kəndində, orada Xəlil müəllim var. Bəs axı siz Şəruf rayonundansınız. Biz, sağ olun, bilmirəm, onu gətirmişdilər ora. O da, yəni, sağ olsun. Məsələn, belə deyək də, bu gün sizin deyək ki, qeydiyyatda olduğunuz Şəruf rayonu Dərəşən kəndində yerləşən əmlakınızın satılması ilə bağlı. Bəli. Hansı ki, sizin eyni kənddə 2 əmlakınız var. Bəli. Birini sizin razılığınızla satılması baş tutub. Düzdür, vallahi heç o da mənim razılığım olmayıb. Yəni, məni orada əvvəllər özünüz bilirdiniz də, yəni arvadlar o işlərə qarışa bilmirdi. Yəni bizim kənd tam başqadır, ailə başqadır. Yəni satıblar. Ailə satıb, yəni özləri bilər, mən o işə o qədər qarışmıram, ancaq bax budur. Mənim həmən o evimin də, bunu da dahi bu saxta sənəd düzəldən şəxs gedib arxivdən onu çıxardıb, gətirib verib həmən bizim o evi alana. Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi, Torpaq sahəsinin plan və ölçüləri. Bunu kim çıxardıb? Bunu da bax bu saxta sənəd ki düzəldib bizim bu evi alıb ha. Və onu o gedib torpaq şöbəsindən çıxardıb, aparıb verib biz satdığımız oğlana verib, həmən o kənddə. Məhərrəm adında oğlandır. Məmmədzadə Muraz Məhmədəli oğlu. Bunu alıb, Məmmədzadə Muraz Məhmədəli oğlu. Bunu alıb, aparıb verib Məhərrəm adında şəxs, o biz satdığımız evin adı. Evi satdığınız, yəni torpağı yox, evi satdığımız şəxsə. Mən də onlara sual verirəm. Bax, sən kimsən ki, mənim adımdan? Bax, torpaq şöbəsi hara baxırdı ki, siz bizim adımızdan gedib bunu alıb onlara vermişsiniz. Torpaq komitəsi əmlakın sahibi olmayan şəxsə sizin rəsmi sənədlərinizi təqdim edir. Təqdim edib verib. Nəyə əsasən verir? Bunun bir sualını verirsiniz? Verirəm, məhkəmələrdə mən çox suallar verirəm. Alan şəxsə də verirəm, deyən şəxsə də verirəm. Deyirəm, axı mən orada bu boyda haqsızlıq olar. Axı bunlar hamısı dövlət sirridir. Vətəndaşın özündən başqa. Mən özüm də uşaq deyilik ki, mənim 63 yaşım var. Xanım, demək özünü təsdiq edən şəxs olmadan, mülkə sahibi olmayan şəxsə bu verilə bilməz. Və yaxud da sizin qanuni nümayəndənizə verilə bilər. Bunu şəxs özü də təsdiq eləyəcək ki, Məhərrəm adında şəxs bu evin yəsi təsdiq eləyir ki, onlar gətirib verib. Yəni mən gedib bir idarədən gətirməmişəm. Onu da Muraz Məhmədəli oğlu məhkəmədə qeyd elədi ki, o sənədləri mən alıb aparıb vermişəm. Özü də dedim, mən sonradan bildim. Mən gedim o Məhərrəm oğlana dedim ki, bəs ay Məhərrəm müəllim, bəs budur, o da dedi düzdür, məndədir. O verdi, mən seriyokopiya eləyib götürmüşəm özümdə. Bax, mən deyirəm, yəni bu boyda haqsızlıq olarmı? Bunu da mən... Siz Bakıda yaşaya-yaşaya, Naxçıvan Muxtar Respublikasında, Şərif rayonunda sizin əmlakların sənədlərini çıxardırlar. Kimin ağlına kəsin onu deyir? Ay, sağ ol. Və bundan da sizin heç birinizin xəbəri yoxdur. Mənim oğlum türmədən gəlməsəydi, özünüz bilirsiniz da, türmədən gəlib, sonra qeydiyyatı ora. Həmən kəndə, həmən evə, həmən ünvana... Türmədən çıxandan sonra Ədliyyə Nazirliyinin verdiyi sənədlərinə yaxınlaşmalı, Naxçıvan Ədliyyədən qeydiyyatdan keçməlidir. Polis də qeydiyyata durmalıdır ki, mən çıxmışam, islah olunmuşam, gəlmişəm. Da gələ ona
yəni özünüz bilirsiniz vəsait vermişdilər. Bəli, Amma 1400 manatda o da orada türmədə qeydiyyatda olaraq gedib o idarə, bu idarə görüb al. O qalıb havada, bu satılıb. O çətin zəng vurdu atasına. Ata da dedi ola bilməz. Dedi ay ata mən uşaq deyiləm. Biraz coşdu. Oğlum özündən coşdu. Türmədən gələn, bu vəziyyəti bilən, qardaş ölüb, bacı ölüb, nələr olub, nələr. Yoldaşım da dedi oğlum çıx gəl. Mən ondan özüm haqq hesab danışaram. Görüm hələ bu nə olan məsələdir. Gəldi heç 10 gün qalmadı pandemiyalar başladı da özünüz yaxşı bilirsiniz. Bəli, 2020-ci il. Ay sağ ol, biraz belə, biraz elə, biraz vaxt getdi. İndi mənə alan şəxs deyir ki, niyə həmən dəqiqə? Deyirəm mən bu kəndə gəlirdim. Sən mənə niyə demirdin ki, ay Ceyran xala, mən sənin mülkü almışam. Bir gəl mənə halallıq ver. Düz demirəm oğlum. Düz. Bir mən nə deməliydim ki, sən kimsən mən sənə söz deyim. Muraz Məmmədəlioğlu torpağın ona kim tərəfindən satıldığını? Qaynımın tərəfi. Qaynınız Əliyev Qafar Həsənoğlu. Burada var da sənədlərdə var. Qafar bəy nə deyir bu məsələdə? Qafar bəy satandan sonra, 2 ay qalandan sonra həmin Murazın atası Məhmədəli rəhmətə gedib, həm də mənim qaynım. Aralarında 1-2 ay fərq olaraq. Hər ikisi də dünyasını dəyişib. Və Muraz da deyir ki, bunu mənim atama, Atam sizin alıb. qaynınız Qadir satıbdı. Qafar. Qafar satıb. Qafar satıb. Murazın atasına Qafarın satdığını iddia eləyir və mülkə Bəli, deyilməm sahibi. Öyle sənədlərdə də elə var. Alqı-satqı olub. Alqı-satqı sənədlərdə elədir oğlum. Bəs Yəni burada mən heç kimə şərait atmıram, heç Qafar kimə. nəyə əsasən sizin mülkiyyətinizi, hansı ki icazəsini vermədiyiniz torpağı kiməsə satmaq? Valla Qafar sağ olsaydı, yəni indi öz aramızdır da, o qaynımdır. Mən də 47 ilin onların gəliniyəm. Yəni bizim aralarımızda bir haqsızlıq olmayıb. Mən tutardım Qafarı yaxasına. İndi Qafar yoxdur. Ortada elə Muraz at oynadı. İndi gör nələr olur. İndi buradan sonra başlayır. Bu məhkəmələr gedə-gedə, məhkəmələr göndər. Yox, birini qoyub birinə keçirik. Məsələnin əsas məğzinə gələk. Oğlunuz məhkum həyatından qutardı, getdi Naxçıvana. Naxçıvanda pulunu almağa gələndə, rəsmi sənədlərlə müraciət edəndə buna məlum olur ki, sizin mülkiyyətinizdə olan torpaq satılıb, amma satdığınız ev havadadır. Yəni heç kim tərəfindən ada keçirilmir. Yox. Qalıb sizin adınızda. Hə, o da qalıb. Və bunu da siz bilirsiniz ki, satmışsınız, pulunu almışsınız deyə halallığını da vermişsiniz adama. Yəni bunun iddiasını eləyə bilmirsiniz. Yox. Sizin hal-hazırda iddia elədiyiniz torpaq sahəniz nə qədərdir? 1 hektar. 1 hektar torpaq sahəniz üstündə yarımçıq tikilmiş ev də var. Eviniz. Orada mən uşaqlara... Şəxsi mülkiyyətdir, düzdürmü? Bəli, ata mülkü deyil oğlum. Bu özümüzün şəxsi mülkümüzdür. Yəni mən... Rəsmi sənədləri sizdədir o mülkiyyətin, yoxsa... Hə, Ədliyyə Nazirliyindən çıxartmışıq. Bax budur. Bizə baş prokuror sənəd verdi. Getdik Ədliyyə Nazirliyindən, orada arxivdən çıxartdılar, verdi. Dedi, əsasını vermirik, ancaq biz bu şəkildə veririk. Biz də getdik, baş prokuror bizə müraciət elədi ki, verin məhkəməyə. Biz də vermişik məhkəməyə. Verməyimizin əsası da bax su budur. Mülkiyyətdir, fərdi və tikinti üçündür. Sahəsi də 0,85 hektar. Yəni 1 hektar tam deyil də. Hətta bir az, yəni az, hə, belə. Bunu bizə Ədliyyə Nazirliyi verib, baş prokuror göndərib. Şərurun baş prokuroru. Bunu kimin adına veriblər? Demək, Əliyev Mikail Həsənoğlu. Bəli, sizin yoldaşınızdır. Bəli. Bu rəsmi olaraq Ədliyyə Nazirliyində də, Torpaq Komitəsində hər yerdə qeydiyyatda sizin mülkiyyətinizdə olması rəsmi bilinən məlumatdır, düzdürmü? Bəli, bəli. Demək, bu sənədlər sizin razılığınız olmadan... Üzr istəyirəm, ifadəmə görə. Bələdiyyədə indiyə qədər, bu günə qədər yoldaşımın adına torpaq ödənişi ödənilir. Bildim. İndi bizə müsahibənizdə bildirirsiniz ki, sizin demək, bu 1 hektar əraziniz Muraz tərəfindən mənimsənli, saxta sənədlərlə Şərur rayonunda deyil, Sədərək rayonunun ev şərətində. Şərur rayonunda notarial qaydada buna alqı-satqısını həyata keçirdiblər, amma notariusda olub-olmadığı da bəlli deyil, yəni ev şəraitində bu həyata keçirdiblər. Şərurda olmayıb, Sədərək rayonunda olub. Bunun Sədərək rayonunda satılmasını sizə hansı sənədlər əsasında müəyyənləşdirir? Heç bir əsası. Çünki o Xəlil müəllimi ora gətirmişdilər, notariusu. O özü ağzı ilə orada istər prokuraturada, istər məhkəmədə bunu dedi. Mən bu ailəni tanımamışam, bu ailə bura gəlməyib, görməmişəm.
Mən Qafarı görmüşəm, Məhmədəli görmüşəm, Qasımı görmüşəm. Bax Qasım bunlar. kimdir? Qasım da indi ora gəlirəm. Qasım da mənim həm qohumuq, həm də baldızımın yoldaşıdır. İndi məhkəmələr gedə-gedə sənədlərdə də var da orada Bəli. Əliyeva Zamin Qasımoğlu. Məhkəmələr gedə-gedə Murazın adından keçilib Zaminin adına. Baldızımın oğludur. Oğludur. O baldızımın oğludur. Qasım onun atasıdır. Ha. İndi mən bir də biz təzədən məhkəmələrə müraciət eləmişik. Ailəm dəyib bir-birinə. Məhkəmə gedə-gedə Qasım Məhkəmələr gedə-gedə. Torpaq satılır. Zaminin adına. Zamin Qasımın adına. oğludur. Qasımın Bəli. oğlu Zaminin adına Keçilir. məhkəmə gedə-gedə Bəli. sən aformut olunur. Bəli. Mən də sənədləri getdim idarəyə, kəndin öz idarəmizə. Onun əmsi də kənd seviyetidir. Mən onun bir əmsini Kənd icra nümayəndəsi. ay sağ ol. Onun Əmsi. əmsi. Adı Onun nədir əmsinin? Əliyeva Bəxtiyar Koroğluoğlu. İndi mən onun bir adını keçən çəkilişdə çəkmişəm. Bax mən bunlara məruz qalım. Mənim yoldaşım bax bunlara görə canını tapşırır. Bax bu distə. Hal-hazırda siz həmin o icra nümayəndəsi tərəfindən təhqir olunursunuz və hədəf alınmışsınız. Hədəf çox alınmışam, söyülmüşəm. Həmin Murazın qardaşından. Həm hədəf Həm də bəli, söylürsünüz. hamısı əmi oğlanlarıdır. Yəni burada mən faktlarla danışıram. Mənim də yoldaşım qorxurdu deyənə çox əl qol aça bilmirdi. Çox içinə salmışdı. Həqiqətən hətta bunlar yəni soruşa bilərsiniz. İstər kətdən, istər qıraqdan, istər qonşudan bizim ailə necə ailədir? Yoldaşınız oğlunuzun hər hansı bir əməl törədəcəyinə ehtiyat Qorxurdu. edirlər. Bəli. Çox Məsələləri açıb eləmək istəmirdi və Qorxurdu. bu səbəbdən də artıq xəstəxanaya düşüb. Pis koma vəziyyətindədir. Koma vəziyyətindədir. Çox pis koma Hal-hazırda vəziyyətindədir. neçə gündür komadadır? 5 gündür. Mikail bəy 5 gündür komadadır. Bəli, koma vəziyyətindədir. Demək, Naxçıvan Muxtar Respublikasının Şərur rayon məhkəməsində bu işinizi baxdılar. Naxçıvan Muxtar Respublikası Şərur rayon məhkəməsi hansı qərarı verdi? Baxılmamış. Baxılmamış saxlanılsın, Bəli. yoxsa rədd edilir? Yox, rədd edilmədi. Verdi Naxçıvanın Torpaq Komitəsinin nəmləyinə, orada da keçdi. Tədbir Seçmə Komitəsi. Aha. Oradan da keçirildi Əliyev Zaminin adına. O sənədlər gəldi. Mən götürdüm, getdim idarə. Muraza sual vermədiniz məhkəmədə ki, necə sən dədən bunu alıb ki, indi sən bunu mənim baldızımın oğlunun adına keçirtmisən? Onlar heç üstünə götürmür. Faktlar var, Muraz deyir ki, sənədlər mənim var. deyil. Mən Muraz demir mən deyir. Deyir, mənim baldızımın oğlu da, Muraz da deyir, bu olar. Məhkəmələrdə səhv olaraq bir şeydir. Səhv olub nə? Yəni səhvən Murazına Zaminin adına keçilib. Necə? Elə səhv Kimindir olur. bəs torpağında? Muraz deyir mənimdir. Zamin də mənə deyir ki, elə şey ola bilməz. Mən Murazdan torpaq almışam, ancaq başqa yerdən almışam. Deyirəm, yaxşı, başqa yerdən Muraz nə eminlik. işə baxır ümumiyyətlə? Torpaq Heç- alıb satır bu adam, yoxsa aldığı torpağı təzədən sizin baldızının oğlunun adına? Murazın 50 yerdə torpağı var, mülkü var, qardaşların ayrı-ayrı mülkləri var, evlər var. Burada mənim işimə görə, evimə görə bir böyük ev, o kəndin içində balaca bir yerdə kənd seviyetin əmsi uşaqları, Zaminin əmsi uşaqları, kənd seviyeti ilə Və Muraz. Zamin də əmi qardaş balasıdır. Və Murazın qardaşları Kənd bir də Soveti, bacısı. Muraz və baldızınızın Mən oğlu oğlu Zamin. Zamin. Üçü birləşərək Bəli. bir qruplaşma yaradıblar Ay, və sağ ol. torpağı məhkəmədə gedə-gedə gah onun adına keçirdilər, gah Gah onun onun adına adına. keçirdilər. Və burada Hı. məhkəmədə torpağın kimin adında olmasını və ya sizin kiminlə bağlı iddia qaldıracağınızı problemə salırlar. Bəli, Bu gün nəmsə hal-hazırda məhkəmə baxılmamış olaraq Şərur rayon məhkəməsində qalır, düzdürmü? bəli. Və bununla bağlı Naxçıvan apellyasiya məhkəməsinə müraciət etdinizmi? Eləmişdi də orada. Nə qərar verdilər? Qərar gəldi ki, gəlin barışın. Gəlin barışın. Nə mənada barışaq? Yəni siz torpağınızda imtina eləməlisiniz, Hə, yoxsa necə? Belə barışın da Muraz təklif eləyib, yəni bizə 5000 pul verilsin, biz barışın. Deyirəm, ay qardaş, bu haqsızlıq Bir hara hektar qədər ki, torpağa dəqiq 5000-ə. pul təklif edir. Sən deyirəm, nə danışıram? Mənim malım mənə. Muraz da bilsən nə deyir? Məndən 40.000 pul istəyir. Necə? Özü sizə hektara görə 5000 təklif edir. Amma Ay sağ ol. sizin torpağınızı qanunsuz zəbt elədiyi üçün addan ada keçirtməklərinə görə təklif Elə elədiyi deyinə 5000 görə deyil, 5000 deyir. amma özü 40 min istəyir. 40.000 istəyir. Hələ indi 40 istəyir. Ha, əvvəl lap artıq istəyirdi.
Lap artıq. İndi mənim sözüm nədir? Muraz satır, 1 hektar torpaqdır da meyvədir, otudur, kət yeridir də oğlum. Özdə suyumuz daimli var, eləmi? Bax, Muraz elə oradan 10.000 götürür. Eləmi? Muraz məndən nə istəyir? Bax, mən özümün uşaqlarımın haqqını istəyirəm. Mənimsiyib, Orada ilə 9 ildir səhv eləmirəm. 9 ildir. 9 ildə oğlum 10 il oturub dövlədə. Hər il bu adam o 1 hektar ərazini əkir də, Becərir də, satır da yaxşı. satır. Deyir ki, buradan kiməsə nəsə rüşvət veribsə də, nə edibsə də bunun pulunu qat-qat çıxardır. Artıqlaması ilə çıxardır. Amma bu günlərimsə torpağı sizə qaytarmaqdan imtina edir. Vermir. Deyir, Məhkəmədə, şəhər məhkəməsi də bu məsələyə baxmaqdan imtina edir. hə, istər şəhərli, istər Bilirsiniz, onların sözü ki, niyə? Zamin institutda dərs deyir. Zaminin əmsi Kəsevitidir. Zaminin əmisi institutda kimdir? Zamin özü. Özü. Özü institutda müəllimdir. Naxçıvan Dövlət Universitetində. Naxçıvanın Dövlət Universitetində. Yəni Zamin kim oldu? Əliyev Zamin Qasımoğlu. Əliyeva Zamin Qasımoğlu. Məmmədzadə Muraz Qasımoğlu demək universitetin müəllimidir. Hədar Faktiki olaraq da bu qanunsuz əməllərdə iştirakçı kimi görürsünüz. boynuna da almır. Deyir mən almamışam, mən Murazdan torpaq almışam başqa yerdə. Mən də ona deyirəm. Siz ədliyyədən çıxarıb görmürsünüz ki, bu hardadır? Yox, məhkəmədən gəlib, torpaq şöbəsindən məhkəmədən gəlib. Hamısı buradadır. Bax, mən göstərirəm ki, ay Zamin, bunu mən demirəm. Bunu məhkəmə deyil. Mən yalan danışa bilmənəm. Mən sənə şər atmanam. Bu kətdə o qədər adamlar var, o qədər o var, bu var. Niyə biz birin adını çəkmirik? Biz sizin Qeyd etdiniz ki, məhkəmənin verdiyi sorğu əsasında Bəli. dövlət qurumu tərəfindən qeydiyyat vərəqi gəlir ki, Bəli. demək Məmmədzadə Muraz Məmmədəli ilə Əliyev Zamin Qasımoğlunun arasında alqı-satqı müqaviləsi aparılır Bəli. və bu alqı-satqı zamanında Bəli. torpaq keçirilib baldızınızın Oğlunun adına. Oğlu Zaminin adına. O da Kəsevitinin qardaşıdır. Sizin də əsas iddianız ondan ibarətdir ki, bunların arasında bağlanan müqavilə ləğv edilsin. Bəli. Hətta Muraz Yox, ləğv edilməsin. Ləğv niyə olunur ki? Bəs dövlət hara baxırdı? Yox, söhbət dövlətdən hara baxmağına gedir. Burada iddianızı oxuyuram mən. Hə. İddianızda qeyd edirsiniz ki, Dövlət Reyestr Xidmət tərəfindən aparılmış bu alqı-satqı ləğv edilsin. Hakimdən tələbiniz bu olur. Bəli. Hakim isə bunu təmin etməyib. Xeyr. Təmin etməyərək Şəhər Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixində nömrəli qətnaməsini dəyişdirmədən saxlanılmasını tələb edib. Bəli. O qətnamə ki 06 yanvar 2025-ci ildə çıxıb. Bu sizin apellyasiya qərarınızdır hal-hazırda əlində. Siz özünüz Şəhər Rayon Məhkəməsində iştirak etdiniz. Bəli, mən Liboy məhkəmələrin bir dənəsini buraxmamışam. Haçan qəbz gəlib getmiş. Sual ünvanlanmadınızmı ki, mənim ailə başçısı olaraq, Mikail bəyin həyat yoldaşı olaraq, mənim razılıq kağızım olmadan notarius bunu necə alqı-satqı edir? Məhkəmə bilsən mənə nə sual verir? Deyir ki, sən onu get qaynından soruş. Qaynından soruşmuyor. Qanun qeyd edir. Deyirəm, əgər mən qaynından soruşsaydım, mülkiyyəti deyirəm. müştərəkdir. Ay sağ ol. Və sizin razılığınız Ay olmadı. sağ Bax deyək ol. ki, həyat yoldaşınız etibarnamə verir ki, torpaq satılsın. Satılsın. Axı sizin razılıq kağızınız, övladlarınızın razılıq Ay kağızı, sağ ol. hər biri də yekinin yaşını keçib. Ay sağ ol. Bunların razılıq kağızı olmadan Dərd odur da. Sədrəy notariusu göstərir də Sədrəy Şərahin Dövlət Notarial Ofisində. Yəni bu əməliyyat necə keçirilir? O saxta. Saxtalıq baş alıb gedir. Hətta bu günlərimizi qeyd edirsiniz ki, övladınızın rəhmətə getməmişdən qabaq aparılıb bu alqı-satqılar. Biri rəhmətə getməmişdən qabaq, biri rəhmətə gedəndən sonra. İndi Qız rəhmətə gedib, oğul əsgərlikdə olub. Həm rəhmətə gedən adına bunlar razılıq kağızı Bəli. qoyulur, həm rəhmətə getməyənlərin. Getməyənlərin hamısını. Burada sizin əsas, yəni bu məsələnin saxta olduğunu Bəli. müəyyənləşdirən belə çıxır ki, onda sizin öz adınızdan da orada razılıq kağızı var. Veriblər. Və sizin Mənim imzanız deyil. yox. İmza nə? Mən uşaq deyiləm. Mən durum burada yalan danışam. Bildim. O zaman burada əsas faktorlardan biri Əliyev Qadir Mikailoğlu'nun Türmədə. türmədə olmasından Ay sağ ol. bundan açılıb hər şeyin üstü. Aha.
bu adam türmədə olub və Bəli, Ədliyyə Nazirliyinə bəli. sorğu vermisiniz ki, Bəli, tutaq ki, özləri Əliyev bilir. Qadir Mikayilovun Bəli. tərəfindən, əmisindən və yaxud kiməsə hər hansı bir izahatmı, etibarnaməmi verilib. Biz orada sual verdik, onlar dedi türmə bilər. Türməyə də müraciət olundu, sənədlər gəlib hamısı içindədir. Məhkəmələrin sənədlərin içindədir ki, heç Qadiri soruşan olmayıb. Yəni Qadirdən etibarnamə alınmır. Alınmayıb oğlum, Demək, alınmayıb. Bunun Qadir bunu atan faktla mülkü deyir satılır. axı. Bəli. Qadir bunu faktla deyir, canlıdır. Qadir İraq ölməyib, itməyib ki. Qadir canlıdır. Qadir məhkəmələrdə iştirak eləyir. Qadirdən qorxuram. Mən çəkinirəm. Hər məhkəmədə Qadirlə gedirəm. Pişim götürüb ki. Qadir deyir, neyniyim? Bax, deyir mən eləyim. Onsuz həyatımdan bezmişəm. Demək, yeganə əlində olan mülkünü Budur. Gedirik Naxçıvana qapılarda qalırıq. Bax bu yaşda mən o qapıda, bu qapıda. bibisinin oğlu adına Bəli, keçirilib. bəli. Lakin burada əsas belə başa düşdüm ki, mən, yəni bu mənim subyektiv fikrimdir. Mən Bəli. belə başa düşdüm ki, burada zamin konkret olaraq Murazdan istifadə edərək sizin Onlar özü də kirvədirlər. sizin torpağınızı öz mülkiyyətinə keçirdib, mənimsəyib. Yəni dediklərinizdən bunu mən Mən yəni dediyim də sözüm proseslərdən də bəli, anlaşılan budur. budur. Sizcə Budur. burada hər hansı bir şəxsi maraqlarmı deyim, yoxsa bu adamların hər hansı bir qruplaşmasından irəli gələn bir məsələdir ki, dövlət qanunlarının bu cür çeynənilməsinə yol verilib. Çox çeynənilib. Çox Yadınızdadırsa, Vasif Talıbovun hakimiyyəti dövründə bu cür Bəli. şeylərin olması mümkün değildi. Çünki hamının bir qorxacaq yeri var idi. elə o vaxt olub da. Çünki bunların əli uzundur. Bunların adamı var. Vasif Talıbovun dövründə bu şeyin olması bu bir daha gətirib çıxardırmı ki, bunlar Vasif Talıbovun hansısa komandasının üzvü olublar və yaxud Bilmirəm bala. Bəlkə də olublar. Mən orada yaşaya bilmirəm, yaşamıram. Yalan deyə də bilmirəm. Onlar kimi saxtalıq işim yoxdur. Naxçıvan Haqq, Dövlət ədalət. Universitetinin müəllimi Bəli. Əliyev Zamiyin Qasımoğlu. Qasımoğlu sizin mülkiyyətinizi adına keçirdib Dövlət Reyestr Xidmətindən Budur da sənədlərim əlimdədir oğlum. Mən yalan da bu məhkəmədən gələn bir sənəddir. Qeyd edilir ki, İnzibati Məhkəmənin icraatında olan demək 2-1 022 472 2023 nömrəli işə əlaqədar məhkəmə iclasında yaranan suallara cavab olaraq bildirilir ki, Şəhər rayon Darakənddə yerləşən 0.8537 torpaq sahəsinin daşınmaz əmlak dövlət reyestrindən 17.06.2010-cu ildə Əliyev Mikail Həsənoğluna adına alınmış və sonradan Sədərəş rayon dövlət notarial kontorunda 4E-99 nömrəli alqı-satqı müqaviləsi əsasında 13.07.2010-cu il tarixində Muraz Məmmədzadənin adına qeydiyyata alınmışdır. 11.01.2023-cü il sizin ilk məhkəməyə müraciətinizdən sonraki tarixdir. Düzdürmü? Tarixdə Şərur rayon notarius ofisində 4E-08 nömrəli alqı-satqı müqaviləsi əsasında Əliyev Zamin Qasımoğlunun satılmışdır. Oğluna satılmışdır. Lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin sənədlərin sürəti sizə göndərilir. Yəni məhkəməyə qoşma ilə bərabər 6 vərəq bir nüsxə. Ay sağ ol. Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlak və torpaq məsələləri üzrə Dövlət Xidmətinin baş məsləhətçi hüquqşünası göndərib. Düzdür. İndi mən bunu yalan danışa bilərəm oğlum. Məhkəmə hakimi Elnur Hüseynova. Şəhər rayon məhkəməsinin hakimi Elnur Hüseynov bunu əlinə aldığı halda bunun necə olur ki, bunu araşdırmır ki, yaxşı bunu əgər qaynınız vaxtı ikən Muraza yox, Murazın atasına satmışdısa, necə olur ki, notariusda bu alqı-satqı Muraz Məmmədzadə ilə Məmmədəli oğlu Muraz Məmmədzadə adına reyestrdən keçirdim. Bəs axı bunun atasının adına keçmişdirsə. Ay sağ ol. Atası ilə sizin qaynınız arasında bu baş verir. Olan bir şeydir. Necə olur ki, indi bu günlərimizdə müəyyən olunur ki, reyestrdə ümumiyyətcə Murazın atasının adına torpaq keçirilməyib. Alqı-satqı olunmayıb. Alqı-satqı olunub Muraz Məmmədzadə ilə
Sizin qaynınız arasında. Ha, yəni onlar rəhmətə gedəndən sonra bax bu qüvvələr minib bir-birinin üstünə. Buradan da belə bir anlayış yaranmır ki, ümumiyyətlə nə sizin qaynınız, nə də onun Murazın atası bu cür bir qanunsuzluğa yol verməyiblər. Lakin bu onların vəfatından sonra baş veribdir. Mən də elə başa düşürəm. Məhkəmədə ümumiyyətlə araşdırılmadı. Bu qaynınızın rəhmətə getdiyi tarix, aldığı torpaqların... Bilirsən neynirlər bizim Şərul məhkəməsi, istər Naxçıvan məhkəməsi. Mən özlərinə də demişəm. Mən bu işi sonuna qədər gedəcəm. Mən inan, prezident aparatının qabağında bir özümə qəsd eləsəm də bunun haqlı olduğumu bildirməliyəm ki, mən heç kimə şər, böyütanı kasıbam. Kasıb olaraq kasıbam. Ancaq özümüzə görə adımız, sanımız var. Mən kiminsə malını, mülkünü zəbt eləməmişəm. Eləmək də haqqım Siz yoxdur. haqqınız olan torpağınızı Mən öz malımı, mülkümü yoldaşımla çiyin-çiyinə verib oranı almışam. Elə deyil. Murazın nə ixtiyar var? Gedir bunu torpaq şöbəsindən çıxardır, aparır, verir ev gəsinə. Sizin tərəfinizdən verilmiş razılıq imzaları ki var. O imzaların məhkəmə ekspertizası tərəfindən yenidən yoxlanılması və sizin olmaması bağlı iddia qaldırdınızmı? Əliyev Qadir Mikailoğlu, mənim oğlum, bağışlayın böyük danışıram. O dəfələrlə bunu təkrarla yalvararaq deyir, o deyir o elə belə şeydir. Deyir necə elə belə şeydir? Mən türmədə olmuşam, ay balam. Mən türmədə olub gəlmişəm, bu işin üstünə aşmışam. Mənim adıma kim qol çəkib, gəlsin meydana. Desin ki, mən eləmişəm. Bu saxda bax, bu uşaqların metriqalarıdır oğlum. Bu bizim zakısımızdır. Biz bərpa bir ailəyik. Mən kimisə allatmıram. Prosto haqq, ədalət Naxçıvanda yoxdur. Naxçıvanda yenə də ədalətsizlik, Boşalıb gedir. mənimsəmələr, yenə Boşalıb də gedir. hüquq pozuntuları. Mən istər o məhkəmələrin üzünə deyərəm. Oğlum mən süründüm. Mən sizə yalvararaq ki, samalyota minə bilmirəm, qəsd elənəm, gəlib gedə bilmirəm. Axır məhliyyətdə də gəldilər. Bax bu təhqirlərə görə mənim yoldaşım bugünkü gündə can çəkir, aparata qoşublar. Mən bu haqsızlığı yerdə qoyası deyiləm. Bu sizin təhqir və hədələrə məruz qalmağınızın səbəbi də Əliyev Zamin Qasımoğlu'nun əmisi. Əliyev Bəxtiyar. Əmisidir yoxsa dayısıdır? Əmsidir. Mən dayısı mənim yoldaşım olur Dayısı da. sizin yoldaşınız. Demək, Niyə ad çəkmişəm? Yəni bir təhqir söz əmsi deməmişəm. tərəfindən Bəli. söyülməyinizə gəlib çatır. Yəni mən onun adını çəkmişəm. Burada da onun hamısı əmsi uşaqlarıdır. Murazın iki qardaşıdır, bacısı oğludur, əmsi oğludur Murazın. Bəli. Qalanı da hamısı Zaminlə Bəxtiyarın əmsi balalarıdır. Bax nə əsasa. Mən bu yaşda iki bala itirən bir anayam, hə. Mənim öz ürəyim yaralıdır. Bax mən uşaqlarımı qəbrini göstərim, çəkib. Bax bunu gündəmə gətirin ki, mənim yoldaşım bugünkü gündə bax niyə can çəksin? Niyə? Dözə bilmirdi. Hey dalda da danışırdı. Mikail bəy Reanimasiya şöbəsində Bəli. canı ilə əldə. Bəli, bəli. Gedib lap çəkə də bilər. Bu təhqirlərdən sonra baş verdi bunların hamısı. İçini çox yerdi, deyirdi. Yoxsa bilsən neyniyərəm, kəndin içinə gedərəm, o uşaqların başların bədənindən qopardaram. Deyirdi, Qadirdən qorxuram. Həmişə də Qadirin ağzına vururdu. O içinə o qədər saldı, partlatdılar o kişini. Yatan yerdə udar vurdu kişini. Saat 3-də. Bəli, beyninə qan sızır. İndi beyin kəllə əməliyyatı istəyirlər eləsinlər. Bunun səbəbkarı deyirsiniz ki, Bəli. Zaminin Və o söyənlər, bizi təhqir eləyənlər. Bax, mən kiminsə evinə girib həyatına istəmirəm. Bunlar da o ölən uşaqlarımdır, bala. Bax, bunlar da o ölən uşaqlarımdır. Aha. Əliyev Qadir, Nadir Mikailoğlu, Əliyev Zahidə Mikail qızı. Yəni, mən 4 uşaq anasıyam. Mənim sözüm keçmir Naxçıvanda. Şərul məni futbol top eləyib. Naxçıvan, Şərul. Elə olmur, Bizim də haqqımız var. Biz Azərbaycan vətəndaşıyıq. Demək, efirimizə müraciət elədiniz. 4 uşaq anası olaraq, əmlakını tələb edən şəxs olaraq. Efirimiz vasitəsilə kimlərə müraciət etmək istəyirsiniz? Müraciət eləyirəm Mehriban xanıma, prezidentimə. Mənim hər bir otağımda onun bir şəkli var. Rəhməti Ulu Öndərə bizim böyük hörmətimiz vardı. Biz ancaq onun xalça şəkillərini paylaşırdıq, pulsuz. Yəni mən müraciət eləyirəm, Naxçıvanda haqq, ədalət yoxdur. Şərulda haqq, ədalət yoxdur.
Mən 4 ildir sürünürəm. 4 ildir siz 4 ildir mənim o günüm dövlət bax budur qurumlarında oğlum. Özüm Bizim- şəkər xəstəsiyəm, özüm təzyiq xəstəsiyəm. 3 dənə yetimə baxıram. Yetimin biri oğlumun rəhmətə gedib, onun uşağıdır. İkisi də qızımın yoldaşı rəhmətə gedib, onun uşağıdır. Bax, əgər haqq varsa, əgər 3 nəvə. 3 nəvə, 3-ü də yetim. 2 övladınız hamısı da Dünyasını dəyişib. 2 övladınız bildim dünyasını. 2 övladınız da sağdır. Bəli, Allah uzun ömür versin. sağ ol. Yəni 5 baş şəxsə hal-hazırda siz rəhbərlik edirsiniz. Həyat yoldaşınız da ağır travma keçirdib. Çox. Sağlamlığı ilə hal-hazırda əlləşir reanimasiyada. Buradan biz də sizə dəstək olaraq ölkə rəhbərinə, Ölkə rəhbəri ilə. Ancaq İlham ölkə Əliyev rəhbəri. cənablarına və ölkənin birinci vitse-prezidenti Mehriban Mehriban xanım xanıma. Əliyevə və Naxçıvanın prezidentin nümayəndəsi olan Fuad Nəzəfliyə burada müraciət edirik ki, siz yaşlı ananın müraciətini eşidərək ədalətin, qanunun zəfər çalmasında sizə yardımcı Ədalətlə. olsunlar. İnşallah səsiniz buradan efirimiz vasitəsilə dövlət qurumları tərəfindən eşidilər, baş nazirimiz tərəfindən, aidiyyatı qurumlar tərəfindən, baş prokurorumuz Kamran Əliyev tərəfindən məsələ eşidilər və ədalətli yanaşmağa məsələyə yəqin ki taparsınız. İnşallah. Mən məhkəmədə dedim, mən buradan məni təhqir eləyəndə, yorum yazanlarda buradan elektron Şərurun polisinə müraciət elədim. Polis səhərsi müraciətin cavabı gəldi ki, məhkəməyə müraciət elə. Buradan müraciət elədim məhkəməyə. Üstündən keçəndən sonra məktub gəldi ki, gəlin məhkəmədə iştirak edin. Yaxşı getdim. Mən burada bu ağır bədən, xəstə, yaralı ürək durdum getdim. Getmişəm, məhkəmə olur tək mənə. Mən məhkəməyə sual verirəm. Məni təhqir eləyənlər hanı? Deyir ki, onlar sənin üzə gələ bilmir. Deyirəm, məni təhqir eləyə bilirdilər, mənim üzümə gələ bilmirlər. Fakt olaraq deyir, subut disk gətir. Disk gətirmişəm. Aparmışam, birini vermişəm məhkəməyə. Yenə bir bahana, mən göstərərəm sizə, o hakim. Seymur idi, nə idi adı? Səhv eləmirəm, Seymur. Hakim nə dedi məsələ ilə bağlı? Yəni faktı da verdiniz. Faktı da verdim. Bax, bütün faktlar əlimdədir. Faktı da verdim, heç nə. Uşaqlar da gəldi kəndin içində belə qürrələnək dedi ki, gör bizdə neynədir? Yox, belə ədalətsiz olar oğlum. Kim kimədirsə, elə hərəmiz bir balta götürək, cümaq bir-birimizə də. Əgər hökumət yoxdursa. Yox, bizim demokratik dövlətimiz var. Ay sağ ol. Mən də hökumətimə güvənirəm, dövlətimə güvənirəm. Mən uşaq deyiləm, mən 35 ildir bir idarədə xadimə işləyirəm. Heç xadimə işlədiyimdən də utanmıram. Mən ki, yetimə baxıram, ailəmi saxlayıram, ailə birliyim var. Mən kasıb ola bilərəm. Mənə gülürlər, Murazdır, bu zamindir, bu odur, bu söyənlərdir. Nəyə gülür? Gülürlər ki, kasıbdır, acından ölür, oğlu türmədən gəlib ağlı itib, anasının ağlı itib. Gedib onların əmlakını ələ keçirtməliydiniz. Gedib keçirtməmişəm, onlar bilirsən, onların bax, hamısı. 100 yerdə evləri, torpaqları, 100 dənə belə fırıldaqları var. Mənə keçən dəfə deyir ki, Murazın özü orada işləyir. Murazın özü təsərrüfatdır, ancaq torpaqlar, kənd təsərrüfatıdır. Olsun ey oğlum, mənim heç kimin malında, mülkündə gözüm yoxdur. Görsən, mən deyirəm, bunu biz satmışıq. Sizdə Dərəkənd kəndinin tam mərkəzindədir torpağınız, yoxsa? Hə, elə kəndin girəcəyində niyə? Ora su seli var, yaxşı yerdir. Bax, ora, yəni, elə kəndə girirsən, məktəb zat var, ha. Məktəb zat tuşunda, bax, belə. Yəni kəndin ərazisidir də, bu Kəndin əkin ərazisi sahəsi deyil. Ay oğlum, nənən sağ qurban. Bax, mən o kətdə dünyaya gəlmişəm. O kətdə boyub başlatmışam. Elim obam var. Belə çəkiliş oldu. Kənd seveti mənə zəh vurardı, yoldaşıma zəh vurardı, oğluma vurmadı. Hücum elədi qardaşımın qapısına. Həmən o qardaşım da xəstədir. İnan, bax, bu şeyə görə qardaşım orada xəstədir. Yoldaşım da bax, burada olub reanimasiyalıq. Kənd seveti nə deyib hücum çəkir ki, qardaşım? Gedib ki, sən niyə bacı ağzından vurmursan? O da deyib, ay qardaş, mən bacım ərsiz deyil ki. Onun yoldaşı var da, oğlu var da. Mən bacım öz başına bu hərəkəti eləməyib ki, onun oğlu əri bu mülkü istəyir. Qardaşınız bildirməyib ki, axı bunun mülkiyyəti burada mənim Bildirir, bildirir, bilirsən. Mülkiyyəti satılır. Hamı da bilir, kət də bilir ki, Qadir türmədən gəlməsəydi, bu işin üstü açılmayacaqdı. Bunu o deyək, Qadir gəldi. Qadirdən də soruşa biləsiniz.
Qadir atasının yanından indi gəldi. Yox, bax, burada haqq, ədalət varsa çox xahiş edirəm. Bax, bunlar gündəmə gətirir. O məni söyənlərin nə haqqı var idi söyürdü. Bax, mən onların nənələri ilə, anaları ilə yaşadım. Niyə? Yəqin ki, nənələrinə, analarına qoyduqları hörməti qoyublar. Çünki onlar hörmət görməyib. Bir şəxs əgər belə deyək, anası və ya nənəsi yaşında birinə hər hansı bir ifadə işlədirsə, bu onun öz evində, öz valideyninə qarşı qoyduğu hörmətin güzgüsüdür. Onlar bizə bilirsən necə? Bax, bu ərzələr budur. Hamımızın adından yazılıb qoyulub bura. Bax, lap alta bax, dədə. Lap alta. Hamımızın adı var. Niyə? Demək, Araş, Bellur Əliyevin mükafatının oğluna, onlar ötəşi haqqında aşağıdır. Bunlar da değil mi? Bəli. Hamısını bir nəfər yazıb, bir də nəfər də qol çəkib. Bunu elə uşaq, çoban bunu bilər ki, burada nə iş var? Bu hamısı da eyni. Eyni adam. Eyni imzadır. Eyni imza. Bunu kənd soveti özü də təsdiqləyir ki, bunu kim yazıbsa, deyirəm, sən bu kəndin kənd sovetiydin. Alan bildirmirdi, satan bildirmirdi. Siz mənə bildirərdiniz ki, ay bala, səhər mənim başım ağrıyacaq, sən xəbərin var, sənin mülkün satılır. Deyir, mən nə bilim? Əliyeva Ceylan, ha? Mənəm. Əliyeva Ceylan sessiz. Demək, Əliyev, Qadir, Qadir türmədə olandı. türmədə ola-ola... Türmədə olandı. Altına da tarix qoymayıblar ki, vaxt zaman bilinməz. Yox. Şəxs imtina edirsə ki, bu mənə aid deyil, avtomatik bu torpaq alqı-satqı məsələsi ləğv edilməlidir. Qanun bunu tələb edir. Qanun 4 ildə süründürür bizi. Qızımızdır, yox. Sağ olan. Hə, sağ olan qızımızdır. Zahidə də rəhmətə gedir. Əliyev Nadir. Nadir Mikayıloğlu, o da əskərlikdə idi həmən bax. Ordubadda əskərlikdə idi. Ordubadda Əskərlikdə. ola Ola, oğlum. Öz ruhuna bax, odur şəkilləri. Demək, araç verilib Hə. 2010-cu ildə, 25 iyun. Mən kəsəvdə deyirəm, araşı siz veribsiniz də, bunu mən sizdən tələb edirəm. Sizin acığıza niyə gəlir? Sən əmi balaları məni niyə söyüb təhqir eləsin? Mən idarəyə getdim, əvvəl mənə həkələdi. Onun əmsinin balası, yaxud da o övladları heç kimi onun daşıdığı vəzifəni normal icra etmədiyinə görə kimsə təhqir etmə səlahiyyətləri yoxdur. Təhqirin özü Bunlar da var. cinayət məcəlləsində öz tövsümün qeyd edir. Hələ onunla belə, sonra bacımın o qızı orada xadimə işləyir. Onun da 2 evladı var. Yoldaşı burada Harda işləyir? kənd sovetinin xadiməsidir. İllərdir Bəli, orada. bəli, bəli. Bu yorumlar zadlar yazanda qız orada deyib ayıb deyil, utanmırsınız, biz hamımız kəndik, qohumuq. Bu arvad özü yaralı bir adadır. Bunlar cumub qıza ki, ərzəni yaz, çıx işdən. Qız ağlıyor ki, mənə ay bizdə daycanı deyirlər də, siz bilirsiniz. Ay daycanı, bəs məni işdən çıxardılar. Dedim, niyə? Dedi, belə. Mən o birisi ilə çəkiliş gəlmişdi. Danışdım, dedi ki, özü bizə bir səs atır. Qız səs atır, görsən sizə də atmışdım. Bir də onu bildirir. Bax, o Hüseyni Ulviyə, o mənim baldızımın qızıdır. Bizə görə onlar da təhqir olunub kəndin içində. İdarədə də işindən olub. Olmadı, qoymadı. Jurnalist sağ olsun, müraciət elədi, işində bərpa elədi. Demək, kənd sovetinin sədri haqsız apardıqları kampaniyaya, trollara dəstək vermədiyi üçün Bəli. işindən azad olmağının təhdid oldu. 100%, düpbədüz. Yəni, orada çəkiliş də var, mən bunu yalan danışa bilmirəm. Çəkiliş zamanı jurnalist həmkarımız bu məsələni işğalandırır Ay, sağ ol, və onun qarşısını sağ alır. olsun, hə, sağ olsun. İndi mən bu haqsızlığı hara yazım? Yoldaş prezidentimizdə Mehriban xanıma bir ana olaraq, bir yaralı ana olaraq, bir evlad itirərək, 3 dənə yetimə baxaraq, mən hara gedim, kimə müraciət eləyim? Mən o kəndin qeydiyyatındayam, mən o evin qeydiyyatındayam. Mənim uşaqlarım əskər oradan gedib, mənim uşaqlarım toyu orada olub. Bax, mən hara müraciət eləyim ki, bəlkə bu Şərulla Naxçıvan məni başa düşə bilsin. Yox, hüquq mühafizə orqanlarımız var, yəqin ki, səsiniz də bizim... Yox, onların adamı var. Yox, həm vəzifədədirlər, həm əlləri çatır, baxmadılar. Baxmadılar, oğlum. Mən onların üzünə deyə bilərəm ki, icrada olmuşam, icra komitəsində. Vaxt almışam, ayın 5-nə, həftənin 5-ci günə yazıblar, getmişəm. Birinci dəfə hə belə, ikinci dəfə belə, üçüncü dəfə elə bil məni oradan qovdular.
Şərur rayonun icra hakimində olmuşam. Bəli. Bax, Kim oldu sizə icra hakimiyyətindən vətəndaş olaraq qəbul Elə edilmiş? bana elə danışırlar, elə qovmaq üçün mən uşaq xanım, ay anam, gündə bura nəyə gəlirsən? Çıx get, bax belə. Çıx get, hüquqi işlər sizlikdir, məhkəməlik sənlikdir. Bir də bura gəlmə. Qovmaq necə olur? Həmiyə girməmişdi mən ora Girməmişdi, getmişdim. siz getdiniz. Hə, sonra 2 dəfə də məhkəmədə olaraq mən getdim. Bəs məhkəməyə getməmişdən qabaq qəbulda olarkən icra başçısı nə dedi sizə? İcra başçısı mənə dedi ki, get kəndinizin, kənd soveti ilə dil tapın, bir razıla, bir məhləcə gəlin. Və mənə belə dedi. Sizin torpağınız satılıb və Şərur rayonunun icra başçısı kim idi həmin vaxt Şərur rayonunun icra başçısı? Nə bilim, 4 il bundan öncə idi. Heç valla, mən indi kişi elə eləyib bu gün. Biz 5 gündür, sadeyim, bizim evdə bir çay içilmir. Kişi bizi o vəziyyətə qoyub. Kişi bu təkirə dözənmədi. Mən bu dəqiqə öz adım yox, Qadirə görə qorxdum. Demək, həyat yoldaşınız Qadirə görə narahat olduğu üçün səhhəti də pisləşib ki, oğlu bu təkirlərə, bu atılan atılara, mənim səndən mülkiyyətə görə gedər hər hansı bir cinayət törədər. Hə də, yəni narahat idi. Narahat idi ki, cavan uşaqdır da, baxma. Sonda yenə də prezidentimizə, Mehriban xanıma hər hansı bir müraciətiniz varsa efir vasitəsilə üzünüzü kameraya tutub danışa bilərsiniz. Sonda dediyim odur ki, Şərulda, Naxçıvanda haqsızlar çoxdur. Mən 4 ildir Naxçıvan yollarında qalmışam. İstər oğlum, istər özüm sürünürük məhkəmələrdə. Hər bir məhkəmələrdə də iştirak eləmişəm. Məktubları yığmışam, biletlərimi yığmışam. Mənə haqsızdılar. Çox xahiş edirəm Mehriban xanım, bir ana olaraq, bir yaralı ana olaraq 2 uşaq itirmişəm. Biri 28 yaşında, biri 27 yaşında. Anasız məni bir ana kimi başa düşün. Baxmırlar. Nə Şərur orqanları, nə Naxçıvan orqanları mənim işimə diqqətlə, qanundan baxmırlar. Qaldı ki, qurban olum hamımıza. Müraciət edirəm prezidentimə, Mehriban xanıma, İlham Əliyevə kömək olun, dəstək olun, yazığam. Mənə bir yardım əli uzadın. Şərulda özbaşınalıq, Naxçıvanda özbaşınalıq əl alıb gedib. Mənim şikayətim nədir? Malımı, mülkümü mənimsəyiblər, vermirlər, sürünürəm. Mənim yaşım var, başım var, yoldaşım reanimasiyadadır. İnfaq olub, məni söyüblər, təhqir eləyiblər. Söyüşüm, yəni mənə layiq olmayan söyüşləri, mənim yoldaşım onu dözə bilmədi. Çox xahiş edirəm, bunu nəzərə alın, çox xahiş edirəm, nəzərə alın məni.